Salam əziz izləyicilər, mən FES Akademinin 2 məcra təlimçisi Fatimə Həşimova. Bugün sizinlə kimyadan fenolların alınması və kimyəvi xassələri mövzusuna diqqət yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Fenolların alınma üsullarına gəldikdə, birinci ən vacib üsul deməli daş kömürdən alınmasıdır. Çünki daş kömürün daş kömür. Daş kömürdən alınması. Daş kömürün pirolizindən alınan daş kömür qatranının tərkibində fenol olur və bu fenolu qarışıqdan distilə yolu, yəni fiziki üsulla ayırırlar. İkinci üsulumuz isə benzoldan alınması. C6H6 deməli xlor ilə ferium 3 xlorid deməli vasitəsilə reaksiyaya daxil olur. C6H5 xlor əmələ gəlir və onun üzərinə natrium OH gəldikdə natriumla xlor birləşib natrium xlorid formasında çıxır və C6H5OH əmələ gəlir, yəni fenol əmələ gəlir. Bir də var kumoldan alınması üsulu. Bu indi yazacağım reaksiyanın testdə çox qarşılaşacaqsınız. Buna kumol üsulu deyilir uşaqlar. Deməli kumol oksigenlə reaksiyasının alınır fenol və aseton və yaxud da ki, digər adıyla dimetil keton alınır. Fiziki xassələrinə gələndə fenol özü xarakterik rəngi var, iyisizdir. Daha doğrusu rəngsizdir, xarakterik iyi var və adi şəraitdə bərk halda olan maddədir, antiseptikdir və unutmayaq ki, zəhərlidir. Baxın, bərk haldadır, zəhərlidir, rəngsizdir və özünə məxsus iyi var. Suda həll olma qabiliyyəti yaxşıdır, isti suda yaxşı həll olur, yəni soyuq suda isə həll olması zəifdir. Kimyəvi xassələrinə gələndə fenolda həm OH qrupu var, yəni bu OH qrupu ona turşu xassiyə verir, həm də benzol halqası üzrə əvəz etmə reaksiyalarına daxil olur. OH qrupunun verdiyi xassə olan turş xassənin reaksiyası, məsələn, bir turşu kimi oksimetallarla reaksiyasını göstərə bilər nümunə. Bu zaman fenolyatlar adlanan maddələr əmələ gəlir. Yəni spirtlərdə olduğu kimi də spirtlərdə necə alınırdı, burada da elə. Natrium fenolyat əmələ gəlir. Həmçinin bir turşu xassəsi göstərərək bir atom spirtlərdən fərqli olaraq qələvələrlə reaksiyaya daxil olur. Niyə? Çünki fenol, yenə qeyd edirəm, zəif turşu xassəlidir. Ona görə qələvələrlə reaksiyasını biz yazacağıq. Qələvələrlə reaksiyasını yazanda C6H5O natrium və təbii ki 1 mol su əmələ gəlir. Yenə natrium fenolyat əmələ gəlir. Fenol üzv və mineral turşulardan zəif turşu xassiyə göstərir. Ona görə də fenol bu turşuların duzları ilə reaksiyaya girmir. Əksər turşular fenolyatların da fenolu sıxışdırıb çıxarda bilir. Deməli C6H5OH yazıram. Üzərinə gəlinsin natrium karbonatı. Bu reaksiya getməyəcək. Baxın, testlərə düşür, diqqətli olun. Bu reaksiya getməyəcək. Çünki fenol həm üzvü, həm də mineral turşulardan zəifdir. Aydındır. Amma turşunun özü bunun duzundan sıxışdırıb çıxarda bilər. Məsələn, karbonat turşusunu yazaq. O C6H5OH-ı əmələ gətirib natrium hidrokarbonatı verə bilər reaksiya zamanı. Amma fenol onları çıxarda bilmir. Sonra gəldik benzol halqasındakı olan reaksiyalara. Benzol halqasında adi şərtdə əvəz etmə reaksiyası gedir və mütərrik hidrogen atomu saxlayan 2, 4, 6-cı karbon atomlarında əvəz olma baş verir. Fenolun üzərinə nitrat gələk. 2, 4, 6 vəziyyətindədir. 3 mol, yəni nitrat ona görə gəlirik. 2, 4 və 6 vəziyyətində həmçinin 3 mol su əmələ gələcək. Alınan maddə 2, 4, 6 trinitrofenol, digər adıyla pikrin. Testlərdə çox görəcəksiniz. Pikrin turşusudur. Deməli, fenol həmçinin adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Bəzən fenolla benzolu müqayisə edirlər. Yəni fenol, onu bilin ki, bromlu suyu rəngsizləşdirir benzoldan fərqli olaraq. Bir dənə nümunə yazaq.
Deməli, burada da 2, 4, 6 vəziyyətinə birləşmə müşahidə olunacaq. Və 3 mol hidrogen bromid əmələ gələr. 2, 4, 6 trinitrobrom fenol əmələ gələcəkdir. Həmçinin polikondensləşmə reaksiyasına da daxil olur. Fenol ilə formaldehid ikisi birlikdə fenol formaldehid qətranı adlanan deməli maddəni əmələ gətirirlər. Hərəsindən n mol götürsək, katalizator iştirakı ilə polimer əmələ gələcək. Yəni bunların ikisi birlikdə polimerləşməsi testlərdə n molekula təbii ki və n molda su əmələ gəldi. Testlərdə çox qarşılaşacaqsınız fenol formaldehid qətranı. Təyini reaksiyasına gəldikdə isə fenol dəmir 3 xloridlə bənövşəyi rəng əmələ gətirir. Yəni təyinini bu formada aparırıq. Bu reaksiyada testlərdə var. Ümumiyyətlə təyini nə ilə aparılır söz testlərdə də var. Nə bilim hansı rəng əmələ gəlir onlar da düşür. Yəni diqqətli olaq. Yəni dəmir 3 xlorid ilə bənövşəyi rəng əmələ gətirəcək. Tətbiqinə gəldikdə isə spirtlər, fenollar və onlardan əmələ gələn ümumiyyətlə birləşmələr müxtəlif tətbiq sahələri olur da. Fenolların da kimya sənayesində tətbiq sahəsi genişdir. Xüsusilə də fenol formaldehid qətranı vacib bir maddədir. Kimya sənayesi üçün plastik kütlələrin alınmasında, boyaların, kaprin, adipin turşusunun alınmasında, tibdə və s. istifadə olunur. Bugün sizinlə fenolun alınmasına və kimyəvi xassələrinə nəzər yetirdik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti video izahlarda görüşənədək.